Kokoslu paxlavanın hazırlanması. Əvvəlcə qaba 400 stəkan yarım un əlavə edirik. 1 çay qaşığı quru maya və 3 xörək qaşığı süd əlavə edirik. Daha sonra 1 ədəd yumurta və 1 ədəd yumurtanın ağını əlavə edirik. Narını üzəri üçün saxladım. Biz bura 3 xörək qaşığı xamada əlavə edirik. Mən şəkər tozu və 1 çimdik duz da əlavə etməyi unutmuşdum. Sonradan əlavə etdim və biz bura 150 qram kərə yağı əridib əlavə edirik. Əlavə etdikdən sonra yaxşıca xəmirimizi yoğururuq. Xəmir yumşaq xəmir olmalıdır. Xəmiri yoğurduqdan sonra 40 dəqiqə dincəlməyə qoyuruq. Daha sonra dincələn xəmirimizi 9 hissəyə bölək. Kündələr edib 10 dəqiqədə dincəlməyə qoydum. Mən şərbətini bir gün əvvəlcədən hazırlamışdım. Şərbətini postun altında qeyd edəcəm. Paxlavanın içliyi üçün 300 stəkan kokos, 2 stəkan yarım pesoq əlavə edib qarışdırdım. Əvvəlcə listi yağlayırıq. Kündələrin ən böyüyünü götürüb yayıb listə əlavə edirik. İlk yaydığım xəmiri yağladıqdan sonra içini əlavə etmirəm. Daha sonra kiçik kündələri yayıb bir-bir yağlayıb içini əlavə edirik. Ən sondakı kündəni yayıb, yağlayıb, içini əlavə etmirik. Ayırdığımız böyük kündəni yayıb üzərinə yerləşdiririk. Hazırladığımız paxlavanı yarım saat soyuducuda saxlayırıq. Daha sonra kəsirik, üzərinə 1 ədəd yumurta sarısı çəkirik. 180 dərəcədə qoyuram bişməyə. 5-7 dəqiqə keçdikdən sonra paxlavanı çıxardıb, təzədən kəsib, 50 qram yağ əlavə edib qoyuram bişməyə. Təxmini 1 saata yaxın bişir. Bişdikdən sonra hazırladığım şərbəti üzərinə tökürəm. Paxlava isti, şərbət isə soyuq olmalıdır. Çox ləzzətli paxlava oldu. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun.